250 mətn toplusundan ibarət olan toplumumuzda növbəti sualla tanış olaq. Bir kasıb kənddə bir kişini imkanlı hesab edirdilər, çünki onun bir atı var idi. Onun üzərində yeri şumlayırdı və mal daşıyırdı. Bir gün onun atı qaçdı. Bütün qonşular bunun necə pis olduğunu dedilər. Amma kəndli yalnız bir cavab verdi. Kim bilir? 3 gündən sonra at geri qayıtdı. O özü ilə 2 vəhşi at gətirdi. Qonşular kəndlinin bəxtinə sevindilər, amma o yenə təkrarladı. Kim bilir? Ertəsi gün kəndlinin oğlu vəhşi atlardan birinə minmək istədi. At onu atdı, oğlu isə ayağını sındırdı. Qonşular bu müsibətlə bağlı kəndliyə başsağlığı verdilər. Amma kəndli yenə dedi. Kim bilir? Növbəti həftə müharibə başladı və zabitlər orduya gəncləri seçmək üçün kəndə gəldilər. Kəndlinin oğlunun ayağı sındığı üçün götürmədilər. Qonşular kəndliyə onun bəxti gətirdiyini deyəndə o kim bilir deyə cavab verdi. Orduya seçilənlərdən heç biri vətənə qayıtmadı. Mətnə əsasən hansı nəticə ideyaya uyğundur? Hər hansı bir vəziyyəti iki tərəfdən nəzərdə keçirmək lazımdır. Ətrafdakılar bunun əksini düşünsə belə. Yəni müsbət də olsa, mənfi də olsa, hər şeyin belə deyək də nəticəsi başqa yerə də apara bilər. O səbəbdən də müsbət bir şeyə dərhal sevinmək, mənfi bir şeyə də dərhal üzülmək gərək yoxdur. Cavab C variantı. Başına pis işlər gəldikcə həmişə sevinməlisən. Niyə? Başına hər iş gələndə kim bilir desən, o iş yoluna düşəcək. Ətrafdakıların dediyi çox zaman doğru olur. Yəni, heç vaxt doğru olmadı. Fikir verdiniz bu mətndən də çıxan nəticəyə görə. Yalnız özünə güvən, yoxsa başına ən fəlakətli işlər gələ bilər. Heç biri uyğun deyil. Variantımız olacaq C variantı.